Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər. Xoş gördük sizləri. Bugün 12 aprel tarixində, yəni 2026-cı ildə 9-cu siniflər üçün buraxılış imtahanı keçirilir və buraxılış imtahanının birinci mətninin suallarının izahına da bu videomuzda baxacağıq. İkinci mətni də yükləyəcəm birazdan. Qrammatika sualları da artıq kanalımızda var. Canlı yayın vasitəsilə onu izah elədik sizlər üçün. Oradan da cavablarınızı yoxlaya bilərsiniz. Uşaqlar, gələn il əgər dərslərimizdə iştirak edirsinizsə, baxın, yan tərəfdə görürsünüz onlayn qruplarımızın vaxtları, saatları. Yaxşı oxuyan, daha yaxşı oxuyan uşaqlar üçün uşaqları 11-ci siniflərdən götürürük. 10-cu sinifləri. Daha biraz zəif olanlar isə 9-10-cu siniflərlə bir qrupa götürə bilərik. Belə, qeydiyyat olmaq üçün də vaxt tələsin biraz, çünki yerlər dolur. Bu qruplar adi qruplar kimi deyil, dərs qruplarıdır. Avqustdan da dərslərimiz başlayır. Deməli belə, İlanlının dərdi mətni, İlanlının dərdi. Bax, bu mətnə baxaq. Birinci mətni əvvəlcə siz özünüz də oxuya bilərsiniz. Mətn bundan ibarətdir. Daha mən mətni bir də oxumayım. Dərhal keçək suallarımızın izahına. Birinci deyir ki, məcazi mənalı qarşılığının işləndiyi cümlədir. Əvvəldə işarə qoyulmuş ifadələr əsasında cədvəl doldurun. Məcazi mənalı qarşılığının işləndiyi cümlələr tapacağıq. Baxın, birinci deməli təngə gəlmiş aslan, yəni hardasa bezmiş mənasına gəlir, amma məcazi mənalı tapmalıyıq bunun cavabını. İşçi hər gün eşitdiyi tənqidlərdən boğaza yığılmışdı. Yəni təngə gəlmişdi deyə bilərik. Baxın, bir budur. Dəfələrlə eyni şeyləri təkrar olmaqdan cana doymuşam. Yəni təngə gəlmişəm, boğaza yığılmışam deyə bilərik. Budur. Qardaşım evdəki səsküydən bezib həyətə çıxdı. Baxın, bezib təngə gəlib, amma bu məcazi mənalı qarşılıq deyil ha. Bezmək çünki frazoloji birləşmə deyil, bir şey deyil. Onu götürə bilmərik. Yəni, ikinci ifadəmiz nə idi? İkinci ifadəmizdə nəzər saldı. Nəzər saldı, yəni baxdı mənasındadır, amma məcazi mənalı görək nə verib. Şair illərlə yaşadığı evə sonuncu dəfə göz gəzdirdi. Yəni nəzər saldı deyə bilərik. Biri də budur. Ana söhbət edə-edə gözaltı övladının hərəkətlərinə baxdı. Burada məcazi mənalı deyil deyə götürmürük. Cavabımız olacaq 1, 2, 4, cavab Y variantı. 38-ci sualda deyir ki, mətnə əsasən hansı xüsusiyyətləri aslana aid etmək olar? Mətndə aslanı siz necə gördünüz? Mətndə aslan həm təşəbbüskar idi, kəndləri üçün işlər görür, çalışqan idi deyə bilərik, zəhmətkeş idi və qətiyyətli idi. Sadəlövhlük ona uyğun deyil, təvazökarlıq uyğun deyil. Cavab olacaq deməli 2, 3, 4 D variantı. Verilmiş fikirlər mətndəki boş çərçivələrin yerinə hansı ardıcılıqla əlavə edilsə məzmunun ardıcılığı pozulmaz. Aha, baxırıq. Baxın, çərçivələrə belə sualları mən həmişə dərslərdə də uşaqlara deyirəm. Necə yazacağıq uşaqlar? Birinci boşluğun bir əvvəlki, bir sonraki cümləsini oxuyuruq. Aslan torpağı suya həsrət qalan, qara yelin yandırıb yaxdığı bu kənddə doğulmuşdu. Yaxşı yadımdadır. 12-13 yaşında isə bu kənd haqqında belə bir fikir olacaq. Burada baxaq görək hansıdır. Aslanın atasının əhvalının pozulduğunu duysa da burada atasından söhbət getmir. Yalnız aşağıda kəndin ortasından bölən bir yarğanın yanındakı bir neçə həyətə 5-6 söyüd ağacı qanadlarını sallayıb durmuşdu. Bunun da əlaqəsi yoxdur. Çünki özündən sonrakında da başqa şeydən danışır. Nəysə ki, ora bir uyğun fikir yazmaq lazımdır. Uşaqlıqdan qayalıqların arasında oynaq çəpişləri otarmış, boş vaxtlarında atasına kömək etmiş, bu yerlərin təbiətinə isinmişdi. Yaxşı yadımdadır. Deyir ki, 12 yaşı ancaq olardı. Aha, deməli, bax bura bunu aid etmək olar 3-ü. Birinci 3-ü götürəcəyik uşaqlar 3. Daha sonra götürəcəyik ikinci boşluğumuz hardadır? İkinci boşluğumuz görürsünüz buradadır. Deyir ki, bala yaxşı oğul ata baba yurdunu atıb getməz. Bacarsa abad edər, bacarmasa onunla bir yerdə batıb gedər. Aha, bəs niyə abad etmədiniz? Bunun arasında nə gedər? Bunun arasında təbii ki, biri qoya biləcək. Aslan atasının əhvalının pozulduğunu duysa da, yenə inadla sual verməyə davam etdi. Çünki sual verməyə davam etdi. Sualda görürsünüz burada. Verdiyi sual da buradadır. Ona görə olacaq 1. Daha sonra üçüncü çərçivəmiz buradır. Deməli, kəndin bomboz evləri ətrafdakı boz qayalıqlardan seçilmirdi. Nə bir kol var idi, nə də bir yarpaq dediyimiz cümləyə baxaq. İndi bura uyğun gələn fikir qoya bilər. Yenə kəndin təsviri ilə bağlı. Yalnız aşağıda kəndin ortasında bölən bir ağacın yanındakı bir neçə həyətdə 5-6 söyüd ağacı qanadlarını sallayıb durmuşdu. Bax, bunu götürə bilərik. 1 və axırda da ən sonda da burada görürsünüz onun xəyalları filan, fəvvarilər al-əlvan güllərlə bəzəyirdi. Deyir, xəyallarında belə bir şey var idi. Və nəticədə deyir ki, xəyallarında yaratdığı kəndin xoşagəlməz İlanlı adını əvəzinə cürbəcür qəşəng sevimli adlar qoyardı. Baxçalı, çeşməli, laləli və s. 4. Deməli, nə oldu? Bura biz nə qoyduq? 2, bu da 4. 3, 1, 2, 4, burada 3 olmalı uşaqlar. Deməli, 3, 1, 2, 4 cavab Y variantıdır. Bu testin də variantı B variantıdır, diqqətli olun. Hansı aforizm mətnin məzmununa uyğundur deyir. Aforizm burada xoşbəxtliyini öz daxilində tapa bilmirsənsə, başqa yerdə axtarma. Burada xoşbəxtlikdən başqa bir şey, yəni deyə bilmərik buna, aid olmaz mətnə. Belə deyir ki, arzulamaq, təşəbbüs göstərmək bizim məqsədimizə yaxınlaşdırır. Baxın, burada aslanı da görə bilərik ki, o təşəbbüs göstərdi, xəyallar qurdu, sonra da mühəndis oldu və arzularını bir növ reallaşdırmış oldu. Bax, bu mətnə gedər. Adətən kiçik işlərdə həddən çox canfəşanlıq edənlər böyük işlərə yaramırlar. Burada belə bir şey getmir mətnə. Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq. Burada tərbiyədən filan söhbət getmir. Ən böyük zəfər insanın özünə qalib gəlməsidir. Bu da deyil yəni. 41-ci suala baxaq. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Aslanın verdiyi suallar nə etdi? Atanın əhval-ruhiyyəsində müxtəlif dəyişikliklərə səbəb oldu mu? Oldu təbii ki. Bunu deyə bilərik. Yanlış istəyir amma bizdən. Ata-babalarının bu yerlərdə məskunlaşmasının səbəbini aşkaraya çıxardı. Bəli, var dövlətlər aşağı aran kəndlərdə məskunlaşdı filan. Bunu deyə bilərik. Kəndin bu gününə və gələcəyinə laqeydlik, yəni saymazyana yanaşma
ifadə edir. Xeyr, saymazyana yanaşma laqeydlik yoxdur burada. Görürsüz Aslan əslində laqeyd deyildi. Atanın doğma torpağa münasibətini müəyyənləşdirir. Ata deyir ki, yəni biz bu yerlərdən köçüb getməli deyilik. Yaxşı oğul ata yerində qalar deyir. Bütün kənd cəmaatının problemin həlli üçün çıxış yolu axtardığını üzə çıxarır. Burada əslində Aslan hələ uşaq idi. Bütün kənd cəmaatının problemini üzə çıxarmırdı. Atasına verdiyi sualların zamanında hələ o kəndin problemini həll edəcək gücdə deyildi. Ona görə də nə götürəcək? Bəli, A variantı. Mətndə əvvəldə rəqəm yazılmış ifadələr əsasında müəyyənləşdirin. Baxın, əvvəldə rəqəm yazılmış ifadələrimiz nədir? 1. Quraq keçdiyindən, quraq sözü. Sonra 2. Günəş çəkilsə də, indi bunlara baxaq hələ ki, əvəz edə bilər deyir. Quraqla rütubətli əvəz eləməz tam bir-birinin əksinədir. Rütubətli sulu, nəmiş belə nəzərdə tutulur. Amma günəş çəkilsə də, batsa da deyə bilərik. Sonra 3-də nə idi? 3-də 3-də coşqun çaylar nə ilə əvəz edə bilər görək? Təlatümlü deyə bilərikmi? Bəli, əvəz edə bilər. Sonra 4-də nəzərlərlə oğlana baxdı, nəzərlərlə baxdı. Ona baxaq, baxışlarla deyə bilərikmi? Nəzərlərlə, baxışlarla. Ola bilər, bəli, nəzərlərlə, baxışlarla. Zənn etdiyi, 5-ə baxaq görək, 5-də nə var? Zənn etdiyi yazılıb ora. Hesab etdiyi, ata hələ uşaq zənn etdiyi və yaxud hesab etdiyi oğlundan, bunu da deyə bilərik. Amma biz burada əvəz edə bilməzi götürəcəyik, ya uşaqlar, ona da diqqət edirik. Bir də 6 deyir, müzakirələr. Müzakirə nədir? Dialoq, söhbət. Bir də burada yazıb 6-ya məsələlərə. Məsələ deyil axı bu, müzakirədir. Deməli biz burada götürəcəyik 2 ilə 3-ü, burada da götürəcəyik 6-nı. Nəticədə cavabımız nə olacaq? C variantı. 43-cü sualda mətnə görə əsaslandırılması mümkün olan fikirləri müəyyənləşdirin. Yəni mətnə görə nəyə əsaslandıra bilərik deyir. Baxaq, əvvəlki dövrlərdə ədalətsiz torpaq bölgüsü mövzu olmuşdu. Bəli, bəylər yaxşı yerlərdə, kasıblar isə dağlarda çəkilib yaşamışdı. Bunu görürük. Doğma yurda sədaqət yüksək mənəvi dəyər kimi təqdim olunur. Bəli, yəni atadan qalma yurt tərk edilməz. Belə bir fikir ortaya çıxır. Bunu da deyə bilərik. Aslan əlverişsiz əraziyə uyğunlaşmaqdansa oranı tərk etməyi üstün tutaraq şəhərə gedir. Aslan belə bir şey eləmədi. Ona şər atmayaq, yalan deyir. Aslan yaxınlıqdakı göldən su çəkərək kəndin abadlığı üçün ilk addımlarını atdı deyə bilərikmi? Əsaslandırması. Bəli, ilk addımlarını atdı mı? Atdı. Bircə dəqiqə. Aha, bəli. Deməli, ilk addımlarını atmış oldu Aslan bu su məsələsi ilə bağlı. Təbiət hadisəsi ərazinin coğrafi şəraiti insanlar üçün çətinlik yaradır. Burada da bəli, ərazinin coğrafi şəraiti deyə bilərik, amma təbiət hadisəsi burada hər hansı bir zəlzələ, nə bilim, hər hansı bir tufan, nə bilim, ya belə bir şey ümumiyyətlə təbiət hadisəsinin insanlara çətinlik törətdiyini görmürük. O yüzden də nə demək olar? Əsaslandırma olar 1 2 4-ü. A variantı deyək. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. İlanlı kəndi nəhəng çılpaq qayalarla əhatə olunmuşdumu? Bəli. Kəndin yeni layihəsində su fəvvarələrinin tikilməsi nəzərdə tutulmuşdu. Xeyr. Bunu nəzərdə tutmamışdı. Çünki orada o xəyallarında vardı uşaq vaxtı. Kənd əhalisi ata-babalarının vəsiyyətinə görə kəndi tərk etmirdi. Vəsiyyət yox idi. Sadəcə ata-babalarının qayda-qanunlarına bir növ sadiq qalmışlar. Belə deyək. Kənd sakinlərinin məsuliyyətsizliyi, səhlankarlığı, su çatışmamalı. Məsuliyyətsizlik səhlankarlıq deyil. Burada su var idi, çatışmaya da. Yanlış fikirdir. Sonra deyir ki, Aslan atasının arzusunu gerçəkləşdirmək üçün mühəndis peşəsinə gələn. Atasının arzusu deyildi, öz arzusunu deyək. Ona görə 1, 4 və 5 götürə bilərikmi? Cavab da C variantı ola bilərmi? Ola bilər. Bu 45 və 50-ci sualları indi Əsmərin səsini qoyacağım. O imtahanda iştirak edib, mənim şagirdimdir və o izah eləsin görək nə yazıb. Suallardan xəbərim yoxdur deyə onları izah elə bilmirəm. Çox güman ki, Əsmər düz yazıb. Onun kimi yazsaz, yəqin ki, sizə də bal verər. 45-ci sualda birinci hissədə bizdən soruşurdu ki, əsas problemi, ikinci hissədə soruşurdu ki, Aslanın bu problemə münasibəti, üçüncüdə də ki, atanın bu problemə münasibəti. Mətndə əsas problem olaraq quraqlıq, susuzluq, qıtlıq olaraq verə bilərik. Aslanın bu problemə münasibəti bu çılpaq qayaların arasında yaşamağın çətin olduğu üçün buradan köçəcəyini bildirdi. Atanın da ki, bu problemə münasibəti bu yurdun çətinliyi olsa da ata-baba yurdunu tərk etməmək. 46-cı sualda da 2 dənə qarşısında rəqəm yazılmış söz var idi və bu sözlərin həqiqi və yaxud da məcazi mənalı olduğunu müəyyənləşdirir. Həqiqi isə məcazi, məcazi isə həqiqi mənada cümlədə işlətmək idi. Birinci söz axtardığı idi, bu məcazi mənalı söz idi. Cümlədə də ki, axtardığı qələmi tapdı, həqiqi mənada işlətsək. İkinci söz isə sürürdü, bu da həqiqi mənalı sözdür. Məcazi mənada işlətsək, ömür sürürdü. O ömür sürürdü.